Samirə çox kişilərin başını əkib, yad kişiyle klubuda papros çəkib. Elə bil ki üstümə benzin töküb, yandırdı qəlbimi aman. Ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşqimə inan. Halalı yatıp harama düşübdür gözün, senin o kadar adama düşübdür gözün. Deyirlər ki atama düşübdür gözün. Sevgi satılmaz babamın parasına, alıp sığal çekip orasına burasına. Ağlama bakmayacağım gözünün karasına, göz yaşı aksa da yüreğimin orasına burasına. Kimə desəm dərin quyu qazmışam, məcnun olub küçələrdə azmışam. Sənə bir dənə belə mahnı yazmışam. O qızın gözləri badamı badamı, o baxışlarıyla dəli edir adamı. O qızın gözləri badamı badamı, o baxışlarıyla dəli edir adamı. Səni sevirəm az məni yaldat ginən, get bir ayrısıyla başımı qat ginən. Mənə deyir ki işvi gücvi yat ginən. Düşün mənim gecə səhərə çatana qədər, düşün mənim gözüm yuxuya dalana qədər, düşün mənim zalimin zulümündən kağız qələmi tapana qədər, gəl məni axtarana qədər. Görüşdüyümüz o köhnə adresdəyəm, müəllimə məktəbdə denən xəstəyəm. Atovu da Allah deginən dərsdəyəm. Gedək hoppalara, buralardan uzağa. Gel gedək hoppalara, mən hara sən də ora. Gedək hoppalara. Düşünməmişdim mən çıxıb gedəndə, burada günah səndədir yoxsa məndə. Moskvada mən məclisi tərk edəndə, mən sənə yalvara bilmədim, dönüm ara gedim hara bilmədim. Məni niyə qaytara bilmədin sən canım? Mən sənə yalvara bilmədim, dönüm ara gedim ara bilmədim. Məni niyə qaytara bilmədin canım? Bilirsənmi səni niyə sevirəm? Totuş motuş figuranı deyirəm. Səndən yenə bircə xahiş edirəm. Çalxala çalxala, bir sağa bir sola, eller havaya, bir sağa bir sola. Çalxala çalxala, bir sağa bir sola, eller havaya, çalxala çalxala. Ən yaxın insan deyirsən sən mənə, sevgili canan deyirsən sən mənə, yola verərək can deyirsən sən mənə. Sənə çox can dedim ey can, can oğlum neynəmsən? Demə canan üzümə, cananım oğlum neynəmsən? Sənə çox can dedim ey can, can oğlum neynəmsən? Demə canan üzümə, cananım oğlum neynəmsən? Can, can, canan, can, can, canan. Ay gözü badamı, burnu şaftalı, bəsdi daha yormayaq artıq zalı. Gəlin bacı şərəfinə ver vağzalı.
Diqqət, diqqət. baldızlar, Bacılar, xalalar, eltiler, bibilər, nənələr, padruşkalar. Noyabr ayının 15'i 16-sı Heydər Əliyev Sarayında sizi bu şəhərdənin 25 yaşına həsr olunmuş Evdar adlı sola konsertinə dəvət edirik. biletləri online iticket.az saytından əldə edə bilərsiniz. Gəlin, birlikdə gülək. Dedim gel barışak bir sal demidir. Dedim cavan oğlan, az millət eylə. Dedim beni öldüren hicran gəmidir. Dedim, sevirsənsə dəyanət eylə. Dedim az, gel sana bir şu bağlım. Dedim, sənə qurbandı devlətim, malım, dəhanı. Dedim Novostroykadan 3 otaq alım. Dedim, sonra nə yadına salım? Dedim ki axırıncı cip istəyirsən. Dedim ki, Əli, hər şeyi yaxşı bilirsən. Dedim her şeyi kreditle eləsəm. Dedim, onda get, ödə, sonra gələrsən. Ala gözlü nazlı dilber. Ölçümden haberim var mı? Razmerim düşüp yükselen. Razmerim düşüp yükselen. Çekimden haberim var mı? Çekimden haberim var mı? Çekimden haberim var mı? Çekimden haberim var mı? Mənə çoxu meylin salır. Ölçün düşüb çəkin qalır. Hə cavabın kimlər alır? Hə cavabın kimlər alır? Ey Əli, özündən xəbərin varmı? Özündən xəbərin varmı? Varmı? De varmı? Özündən xəbərin varmı? Ne zaman ki geldim size, mail oldum kaşa göze. Meyil saldım ben pehrize. Meyil saldım ben pehrize. Çekimden haberim var mı? Çekimden haberim var mı? Çekimden haberim var mı? Çekimden haberim var mı? Bir şey deyim olsa izin və söyləyim həzin. Ay tək pul qabın əzilməsin. Tək pul qabın əzilməsin. Cibindən xəbərin varmı? Cibindən xəbərin varmı? Cibindən xəbərin varmı? Cibindən xəbərin varmı? Hər bayramda qadınları ya, anaları, balaları. Hər bayramda qadınları ya, anaları, balaları. Bizə yaxın insanları, təbrik edək doğmaları. Ay Əli, bayramdan xəbərin varmı? Bayramdan xəbərin varmı? Haberim var, haberim var. Bayramdan xəbərin varmı? Haberim var, haberim var. Bayramdan xəbərin varmı? Haberim var, haberim var. Bayramdan haberim var. Haberim var, haberim var. Bayramdan haberim var. Hə, ay Əli, deyirəm ki, bayram günüdür.
Gəl elə əlimizə fürsət düşmüşkən cəmaatımızı təbrik edək. Nə deyirsən? Düz deyirsən ay Samirə. Aşıqlar elə həmişə xalqla bir yerdə olub hər bayramda. Gəl elə təbrik edək. Təbrik edirik analarımızı, təbrik edirik balalarımızı, təbrik edirik xalqımızı, təbrik edirik xalqımızı. Bayramımız mübarək olsun, 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 bayramımız mübarək olsun. Yadındadır, indi yadıma düştü. 30 yıl bundan qabaq bu batmış ermənilər 2023-cü ildə bizim bu doğma Zəngəzurumuzdan bizə dəhliz vermək istəmirdilər. Niye inirsən? 30 yıl, sen indiden danış. Zato indi 2050. ildə. Onlar bizim Zəngəzurdan bizden dəhliz istəyirlər ki İran'a gelip gelsinler. Sen tabii. indiden danış. Stop! Gələt eləyirlər. Bunlara dəhliz verdik, bir otaq istəyəcəklər. Bir otaq verdik, 5 otaq istəyəcəklər. Bir sot istəyəcəklər, 10 hektar istəyəcəklər. Parmağımı göstər, qolumu çişləyəcəklər. Evet, satta verəsi böyle, qələt eləyirlər. Gələt eləyirlər. Bəsdir də, bezdirdiysən suallarım məni. O, anket doldursan elə bir. Yox, otpuskaya çıxmamışam, yox. Az işləyəm də, işləyirəm. Sən canıncını elə bir ki, estetik klinika deyil, dəlixanadır, dəlixana. Hamısı ora burasını kəstirir. Nə olub, Allah verən bədəldir də, burundur, gözdür. Yaşayın da. Mənim burnum, yaxşı olacaq. Qalxıb biraz. Az, yenirsən. Yox, Taylanda gedib konferansa. İndi bizə konferans deyib də, konferans adı ilə gedib. Sən də ki, içinə gir, içinə. Yaxşı, sənin çənən qızışıb. Doktor da bugün gəlməlidir. Sonra oturub söhbətləşərik. Davay, paka, 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 paka. Zalımın qızı. Doktor. Salam. Siz bu Necəsən? klinikanın dadı yoxdur. Elə sənsiz də, bəh. Necəsən? Yaxşıyam. Canın yanmasın. Nə Xoş var, nə yox? gəlmisiniz. Sağ ol, çox sağ ol. Bir dənə kömək elə. Səfəriniz necə keçdi? Əla. Gözləmədiyimdən də əla keçdi. Ümumiyyətlə, Tayland görülməli bir yerdir. Bax, məsələn, Taylandda orada o... Neysə, gələn dəfə danışaram. Sən danış görüm, sən necəsən, danış görüm, burada nə var? Klinikada hər şey qaydasındadır. Hər şey necə imzalamısınız. Bütün hamısına əməl elədik. Bir çox pasiyentlərimiz oldu. Gecə ulduzlu pasiyentlərimizə. Deməli, bir çox ulduzlu show business pasiyentlərimiz oldu. Show biznes bilirəm nədir, nə vəziyyətdədir. Kişilər gəlib qaşlarını almağa, arvadlar gəlib qaşlarını əkdirməyə. Düzdür? Hamı da arıqlamaq istəyir. Ya, bizim show biznesdə son vaxtlar hani arıqlamaq deyil də bizdə cılızdaşmaq gedir. Fut, Bax, cılızdaşmaq. Taylandda, məsələn, show biznes, gərək onu səhərə qədər danışım, davam elə, buyur, uzun sürə. Danışımda iş yox, güc yox. Buyur. Deməli, show business ulduzlarından başlayırıq. Tak. Kim gəlmişdi deyə? Kim gəlmişdi? Manana Çaparidze. Yox. Caparidze olar. Caparidze gəlmişdi. Dedi ki, ayaqlarımı istəyirəm uzadım. Neylədiniz? Doktor, mən hiss elədim ki, bunda nəsə psixoloji bir problem var.
Apardım bunu Əlifsət doktorun yanına, bizim psixoloqun yanına Tak. ki bir söhbət eləsin. Bunu bu fikirdən daşınsın da. Bunun tamam. ayağı uzandı, gələ əllərini də uzadaq. Tamam. Əli uzandı, gələ boğazını da uzadaq. Tamam, tamam, tamam. Çox çətin prosesdir. Hani alındı mı? Əlifsətə tapşırdım, özüm getdim. 2 saatdan sonra bir dönüm Əlifsət zəng eləyib. Gəldim otağındakı Əlifsət mənim, nədir, nə olub? Gördüm Əlifsət qocalıb. Atmananı qocalıb. Hala danışır, döşüyür mənə. Aha, tamam, tamam. Dedim bana çıkıp bir tek geldi dedi uzun yola ver bunu geçsin buradadır. Aha. O zaman girdim bana koluna dedim ki bana bacım sen belə elə git ayaklarını yorganıma göre uzat. Başla. Hani gitti mi? Da. Sonuçta? Sonuçta nerede? Yani sonda ne oldu? Hara gitti? Sonunda gitti de yorgan alacağım. Yorgan ama. Ben. Tamam. Sonra Siyan bacıları gelmiştim. Ola kimdi? Sevinç sevil yoktu. Yaxşı, onlar özünü kimə oxşatmaq istəyirdi? Onlar dediler ki biz birbirimize oxşamaq da. Hani ne yaptınız? Yaptık. Ne? Sizi gözledik ki yapak. Heç nə eləmədiniz? Yox. Onda belə eləyin. Onların birini dərhal göndərirsiniz ASTV-yə, ASTV. o birisini də Space-ə. Onunla tam başqa insanlar. Kreativ. Hani işdən də dəyişəcəklər. Başa düşdünüz? Allah. Doktor sonra kim gelmişti? Rəhimli. Nə istəyirdi? Damar varikoz problemi var idi. Tamam, neynədiniz? Skriyola terapiya elədik. Çıxdı getdi. Hani razı getdi mi? Mahnı yazdı. 1, 2. Bastalama damarımı. Ha, Bastalama Tamam. damarımı. tamam. Sonra Elit Star Cəmilə gəlmişdi. O day onun indi harasına silikon vurdurmaq istəyir. Qalmayıb baxın yer. Jeleyə oxşayır o. Doktor, mesele tamam başka. Dedi ki, biraz toylarda azalıb. Eğer size ucuz qiymətə botoks, silikon lazımdırsa, mən verərəm sizə. Burada deyir, saxla zamanı, ata gələr zamanı. Ay, soğuk. Tamam. Ulduz pasientlərimiz bu qədər. Keçirik digər pasientlərimizə. Deməli, bir məmur gəlmişdi. Tamam. Əl əyri idi. Ne 4 yaptınız? dəfə əməliyyat elədik, əl düzəlmədi. Biz düzəldirik o əyilir. Biz düzəldirik o əyilir. Hani ona gərək belə bir diaqnoz yazaydınız Nə ki, bu sizdə xronikidir. Gedin, pensiya çıxan kimi öz-özündən düzələcək. Точно. Sonra? Sonra bir məmur da gəlmişdi, dedi ki, mənə təzə təyin eləyiblər, doktor. Onu görsəydiniz, ölərdiniz. Niyə? Такой высокий, обтянутый, симпатичный, мускулистый. Model. Ay qız. Gəldi, dedi ki, mən məmura oxşamıram. İclasda oturanda bütün kollegalarım elə bilirlər ki, mən kiminsə can güdəniyəm. Tak. Mən elə eləyim, məmura oxşadın. Neynədiz? Heyf o oğlandan. Takoy simpatik. Takoy... Az onu bildikdən neynədiz? Deməli bir dənə qarın qoyduq ona. Göbək hardasan, buradasan. Sonra qıraqlardan belə piy sallatdıq. Qayışa ehtiyac yoxdur. Nə brend qayış taqacaq görsənməyəcək. Sonra bir dənə buxaq elədik bura mədəsini örtdü hamısı ki, çönəndə bütün korpusu da çözdü. Sonra 7 barmaq qaraciyərini böyütdük. Oldu əsl məmur. Bax, WhatsApp var. Həmişə də açıldı. Hani bir yazsaydın ora, Nə? başqa bir məsləhət də verərdim. Yazmışdım da, mənə 2 dənə kalgotka gətirin. Yaz, al. Hani siz gərək onun bir ağciyərində var ya, onu tamam bir balacalaydınız ki, nəfəs daralıydı. Danışanda əsl məmur kimi danışardı belə ki, nəfəsi çatmayaydı. Mən elə gəlir ki, tədricən elə o günə qalacaq. Tədricən. Heyf oğlandan, heyf.
Sonra? Sonra doktor bir pasiyentimiz gəlib. O 2 ay bundan qabaq əməliyyat elədiniz. Ha. Elə dəyişirli. Oradan. Mən şoka düşdüm. Buradadır. Ay, bu bizim ən böyük uğurumuzdur, Ha, bəli. nə gözəl, nə gözəl, nə Bəli. gözəl. Mən xahiş edirəm onu dəvət edeyim. Dəvət elə gəl. O gözləməsin qəbul. Dəvət elə, dəvət elə. Qəbulda. Mən də biraz özümü əl gəzdirim. Ay, Teymur benim, siz niyə gözləyirsiniz orada cəmaatın içində? Siz ulduzsunuz. Xahiş edirəm, buyurun bura. Come here. İti suda. Buyurun, 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 buyurun. Hoş Biraz gelmişsiniz, hoş gelmişsiniz. Baxın, baxın. Buyurun, xoş gəlmisiniz. Hoş gelmişsiniz, hoş gelmişsiniz, hoş Biraz da gelmişsiniz. tükü əl gəzdirəcəyik. Bir deməli sizdən bir ricam olacaq. Əllərinizi bir belə hərəkət etdirin, görün rahatdırmı? Eləyin. Gözəl. Yana. Gözəl, gözəl. İndi bir balaca mimikanı yoxlayaq. Ha, əllərinizi salın. İndi sizdən bir xahişim olacaq. Gözlərinizi bərəldin və əyilin. Görək gözləriniz düşür yoxsa yox. Belə və əyilin. Belə, Belə əyilin. Əla. Elza xanım, əla, əla, əla. Mən üzr istəyirəm. İş burasındadır ki, bu Elza xanımdır, Seyid Cahan. O ömür boyu Teymur Əmrah olmaq arzusunda yaşayır. Və biz onu əməliyyat etdik və sonda nəticə. Elza xanım, çox sağ olun. Ötürün, Doktor, təbrik edirəm sizi. Dərmanları. Vaxtı. Vaxtını atarsınız. 5-5 atın qarın işləməyə düşərsiniz. Gedin əyləşin. Əyləşin. Çox sağ olun, təşəkkür edirik. Super alın. Çox sağ olun, əla, əla. Doktor, belə, sonra... Sonra biz neçə vaxtı bu internet səhifələrində yeni şəkillər qoymuruq. Nə şəkillər? Çünki əvvəl operasiyadan sonra, sonra. Tez. Yenə mən, doktor. Bu dəfə sən gələn dəfə bir xadimədən zaten taparsan. Əvvəl çəkirsən, operasiyadan əvvəlki. Əvvəlcədən. Hə, biraz. İstəyirsən o göz yerinə belə qara xəttkeş qoyarıq belə. Yox, elə açıqını taxıram, heç Bu kim stil nə tanımayacaq. oldu biraz? Yo, darıxmayın. Keç bu yana. Сейчас о стиле ничего не останется. Keç. Şu, bu operasiyadan qabaq. İndi operasiyadan sonra. Şu, operasiyadan sonraki. Biraz tez, biraz gəl. No. Biraz tez. Gabaritlər. Как? O gün gəlmişdi mənə. Все. Bu da after. Before, after. Əvvəldən. Bilirsən necə? Ümumiyyətlə bu lazımlı bir şeydir. Конечно, Çünki reklamdır, nə qədər olmasa. Reklam demişkən, mən Taylanda getməmişdən qabaq bir rejissor gəlmişdi. Reklam çəkəcəkdi bizim xəstəxana. Gəlmişdi. Nə oldu? Gəlmişdi, çok güzel de bir senaryo yazdı. Ne oldu? Hiç bir klinikada o senaryo hiç çəkilməyib. Doğrudan? Çok orijinal, çok belə, mən deyərdim ki, oxuyuram, özüm kövrəlirəm. Ha, onu səndədir. oxuyanda. Bəli. Baxın. Deməli necə olacaq, doktor? Siz burada əyləşirsiniz, bütün heyət sizin arxanızda, bütün həkimlər, cərrahlar, mesestralar, tibbacılar da, yəni şoferlər, şoferləri arxanızda ağıllı deyənlər belə. Tak. Siz o mətni oxuyursunuz. Bunu, hə? Bəli, oxuyun. Başlayayım da. Güzgüyə baxanda hər şey burnunuzdan gəlir. Burnunuzu hər yerə soxa bilmirsiniz. Burnunuz sifətinizdən yekədir. Burnunuz o qədər yekədir ki, ağzı üstə yata bilmirsiniz. Burnunuz liftə ya metroya girəndə qoymur qapı bağlansın. Utandığınızdan selfie çəkdirib Instagrama qoya bilmirsiniz. Öpşəndə burnunuz qarşıdakının qulağına girir. Otağa birinci burnunuz girir, sonra siz. Siz dənizdə, kürəyi üstə üzəndə cəmahat akula deyib dənizdən qaçır. Onda tələsin. Yalnız hər ayın 25-nədək Türkiyədən gəlmiş professor uzman, dünya şöhrətli cərrah bizim yanımızda qələt eləyir. Gəlin, müasir Alman texnologiyası yalnız bizim klinikada yoxdur. Çünki biz dədə-baba qaydası ilə kəsib, doğrayırıq. Gəl, əməliyyat et, liftlə rahat get. Otello.
İstedadlı da istedadlı bir slogan da var. Burnun olsun 1 gram, like yıksın Instagram. Gözəl. Əla, çox xoşuma gəldi. Dərhal bunun çəkilişlərindən başlamalıyıq. Dur. Reklamdan önce bir problemimiz var. Bayağıdan demək istəyirəm ama deyə Nə bilmirəm. problemdir o elə? Bir görüm. Siz gitmemişten önce Tayland'dan bir Bəli. əməliyyat elədiniz. Bəli. Bəli. Çəpər əyri, Çəpər əyri, yadınızda. bəli, bəli. Nədir çəpər aşıb? Kaş aşıydı o çəpər. Bir də nə olub da? Doktor deməli həmən günü yadınızdadır 2 əməliyyat elədiniz. Birinin çəpər burnundan, biri də kişi idi, qadın olmaq istəyirdi. Yadınızdadır. Və xəstələr səhv düşün. Çox bilinir. Təsəvvür edin. Kişi girir əməliyyata, çıxanda görür ki, qadındır. Elə də çox içməmişdim axı. Nə? Ay, Doktor, və çox aqressivdir. Neyini ki? Klinikada adam saxlamayıb, hamısını döyür. Mən ateşi tapmamışam, gizlənməyə doktor. Sən başın xarabdır. Deyirəm, çox aqressivdir. Ay qız bəsli, aqressivdir, bilmirəm nədir. İndi harda olsa gəlməlidir. Sakit ol. Onda doktor, mən də sizə bir kiçicik məlumat verim. Buyur, Məsləhət buyur. verim. Sizin xeyrinizədir. Buyur, buyur, buyur. Pasiyent gələndə Tak. özünüzü biraz cinsi hazırlar kimi aparın. Qoy ürəyinə təskinlik olsun, xahiş edirəm. Sveta, Yoxsa sizi bu vətdə Sveta, özünü yığışdır ha. Özünü yığışdır, sən utanmırsan, görsən mənə nə təklif eləyirsən. Ayıb deyilsən, hə? Adam malını itirər. Adam pulunu itirər, adam canını itirər, amma adam kişiliyini itirməz. Eşitdin? Bir də bu sözü dilimə gətirmə. Yaxşı. Bir də bu sözü dilimə axırıncı olsun. Məndən Eşitdin? sizə deməkdir. Get, mən Xəta özüm hər məndən şeyi yoluna üzmüşdür. qoyacağım, narahat olma. Dodağına iğne vurup onu biraz yekeldərəm, onu biraz yekeldərəm, onu biraz yekeldərəm, yekeldərəm. Nədir qüssə, nədir kədər, səni bil ki full edərəm, səni bil ki full edərəm, səni bil ki full edərəm, full edərəm. Üzün olar gözəl, burnun olar özəl, de ki mənə 5-10 qram silikondur. Üzün olar gözəl, burnun olar özəl, de ki mənə 5-10 qram silikondur. Yandırdı qəlbimi yanaqlar deyər sevgilim, üzünü dartdırsan verəcək dəyər sevgilim. Oranı biraz yekər, buranı biraz düzəl, sən ruhları şad et. Üzün olar gözəl, burnun olar özəl, de ki mənə 5-10 qram silikondur. Üzün olar gözəl, burnun olar özəl, de ki mənə 5-10 qram silikondur. Bunun mənə dediyinə baxın, görsən. Gör mənə nə təklif eləyir. Anesteziyologun nömrəsini deyim. Salam əleykum. Necəsən? Hə, gəlmişəm. Səhər saat 4-də gəlmişəm. Əşi, Taylanddır da. Bəh, 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 bəh. Sən nə edirsən? Nə var, nə yox? Mənə bax görüm. O deyir nəsə əməliyyat səhv düşüb, burun, kişi, qadın, nə? Yaxşı, mən çox içmişdim, sənə nə olur? Sən günorta da içmişdin, nə deyilin? Mənə bax, nə edir ki, deyir, gəlir aləmi qatır. Düşsən o, sən də çırpıb. Səndən başqa axranaları da çırpıb elə. Mənə bax, bəs nə? Bir dənə vuran kimi yıxılım yerə. Narahat olma, o qədər elə şeylər yola vermişik ki, sən ağıllı ol, ağıllı ol. Özüm yoluna qoyacağım hər şeyi, davay, narahat olma. Oy. Mama! Anon düşdü yadıma. Börəcə. Gələrdim, ayaqlarım quruyub. Sənə deyirəm, börəcə.
Bu nə vitdə? Bu nə vitdə məncə, hə? Nə Bu nə? olacaq? Adam da özündən zərif və zəif cinsi əl qaldır. Axmağın biri axmaq. Nə olub sizə? Ay xanım, ay canım. Xanım, sənin at oldu, hə? Bu nə gəl? Bəsrin, xahiş edirəm belə agresiv olmayın. Bu nə gəl? Canımsan, bir dəqiqə gələrəm, amma bir dəqiqə. Xahiş edirəm, əl qol atmayasınız. Xahiş edirəm. Canımsan, bir Ala, dəqiqə. sənə əl-qol atmaq nədir? Ala, bu nədir, ala? Bir ayda üz üstə yata bilmirəm, ala, bu nələrdir, ha? Kişinin başına, canımsan, kişinin başına iş gələr. Ala, bu iş sənin başıma niyə gəlmir, ala? Ala, bu nə bitfasonda, ala? Bir dəqiqədə nə olub sizə? Niyə belə agresivsiz? Burada nə var ki? Mən sizi inandırıram ki, mən özüm də sizin kimi olmaq istəyirəm və bu iş üzərində əməlli başlı işləyirəm. Məsələn, nə edirəm? Hormonal dərmanlar qəbul edirəm və özüm də canın yanmasın, epilyasiyaya gedirəm. Birazdan biz olacaq podruga, canım. Börəkə! Hə? Sən bəs mənə əməliyyat eləyəndə kişiydin, ha? Bu zibilləri mənə yapışdıranda kişiydin, ha? Nə oldu indi, ha? Fu! Kişi, nə kişi? Utanmırsınız, nə var axı? Nə görmürsünüz bu kişilikdən, nə kişi? Siz məyər görmürsünüz ki, yavaş-yavaş kişi olmaq çuşqalıq sayılır. Mənə dediyinə bax, ha? Eybi yox. Mən çuska olmaq istəyirəm, hala. Mən qıcı olmaq istəyirəm, hala. Cinsimi qazdım! Bir dəqiqə. Məyər siz görmürsünüz ki, indi kişi olmayanların problemləri daha tez həll olunur. Məyər siz... Hala, mən istəyirəm, mənim problemim olsun, hala. Çurban, bu nə danışıq, hala? Mən yoldan çıxartmaq istəyirsən, hala? İstəyirsən, bütün ömrüm boyu belə də yaşayım. Yox, mən axı sizə başa salmaq istəyirəm ki, qadın olmağın böyük üstünlükləri var. Siz bilirsiniz, baxın, siz... Xahiş edirəm. Nə üstünlüyü var? Bilirsiniz nə qədər? Ay, nə danışırsan sən, ha? Ay, belə xoş sözün oldu da qadın. Yox, bir dəqiqə də mən sizə başa salım. Bax, məsələn, sizi qayı saxlayıb Ştrafnoya aparmayacaq. Ala, aparsın, hər gün aparsın məni Ştrafnoya. Ştrafnoyda ölüm, mən amma kişi kimi ölüm, ala. Avtobusda sizə yer verəcəklər. Hər dəfə yer verəcəklər. Bəli, yer verəcəklər mənə. İstəmirəm avtobusda. Ayaqla gedərəm. Peşkom qaçaram avtobusun dalınca. Ala, cinsimi qaytar! Elə deməyin. Bax, məsələn, Avropaya vətəndaşlığı, sonra Amerikaya green kartı sizə verəcəklər. Gedib deyəcəksiniz ki, bilirsinizmi, bizim kimiləri orada incidirlər. Və sonra bunu... Şirakapanosni padolak. O danışıq da. Deyəsən doğru. Mən orada bu bitdə yaşamaqdansa Azərbaycanda kişi kimi ölərəm da, ha? Gör, mən nə məsləhət görürək? Kazol. Kazlixa. Xahiş edirəm. Olacaqsan Kazlixa. Bax, hələ mən sizə əsas üstünlüyü demədim. Nə? Siz qadın olandan sonra 8 Martda sizə çoxlu hədiyyələr verəcəklər. Instagramda falan beşməkan like'lar. Hələ əsas siz qadın olandan sonra siz bütün qohum-əqrəbənin doğum gününü, toy gününü rahatçılıqla yadınızda saxlayacaqsınız. Səni bə... Sən... Mənə bircə dəqiqə imkan versəydin, o bircə dəqiqədə bir söz deyərdim ömrümün, günümün. Pay istəsəydin ömrümün, günümün, qurban verərdim ömrümün, günümün. Pay istəsəydin ömrümün, günümün,
qurban verərdim. O çağlar necə də mənə haydılar, könlümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. O çağlar necə də mənə haydılar, könlümə gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Ha! Qardaşımsan ay bacı. Səni qarşıda gözəl günlər gözləyir. Ala hansı günlər ala? Hansı gözəl gündən danışsan ala bu viddə ala? Ala mən dostlarımla pivə içəyişə futbola baxan adam. İndi evdə simişka çırtıyor. Seriyola mı hamalıyam? Ben iki butulka arağından piyano olmayan adam. İndi iki bakal çağırdan dəmləşməliyim. Mən nikotini altı olan sigara çəkən adam indi mentol sigara çəkən ya, nazik. Tərk edin, çəkməyin. Mən ayda ildə anama bir dəfə zəng eləyən adam. İndi hər gün arvadla bir saat danışmasam ürəyim partlayır. Gör nə gözəl. Ana müqəddəs. Sən gör mən nə günə qoymuşsan ki, bir ayda mən qeybət eləyirəm. Aha, padumuyuz. İndi kişilər arvadlardan daha çox qeybət edirlər. Ana üstəlirəm, bura gəl. Buradayım da. Bura gəl. Mən Ağsupervalında dostlarımla ala yiyib içən adam. İndi belə çıxır ki, Ağsupervalında gedib mən fon axtarıb, nə bilim çiçəkli ağac axtarıb selfie çəkdirməliyəm. Ala taksiyə minəndə özümdən asıl olmayan qabağına otururam, ala! Ala liftə minəndə kişilər mənə yol verəndə çık başıma, çık başıma. Nefes alabilmişim, bir burnum badla getdim. Ala çurban bura gəl. Bura gəl, ala. Mən boksa güləşə gedən adam. İndi sənə görə aerobikaya getməliyəm, ala. Ala mən dostlarımla hamama gedən adam. İndi sənə görə spaya getməliyəm, ala. Spa oğlu, spa. Это же хорошо, это же gigiyena, təmizlikdir. bu Başqa saat- bir söz də deyim sizə də. Məsələn, ananızla görürsünüz, telefonla danışırsınız. Ana müqəddəsdir. Bax, əzəldən deyirlər, cənnət anaların ayağının altındadır. Niyə demirlər ki, ataların ayağının altında? Çünki atanın ayağının altı mazol, partaq. Corablarından... Otur. Otur. Hada. O burada. Otur. Ayaqsın. Otur, çurban otur. Saxla beni. Deyirsən, qadının üstünlükləri çoxdur. Bəli. Yaxşı. İndi sənin ayağının altın cənnət eləyib, sən də bax. Baxım. Zalim qızla da qəşəng yaraşır. Deyən görüm. Burada hanı yox? Hanı yox? Hanı? Axtarsın. Deyən gör. Dodağı ver qabağa. Niyə? Oxşuyursan niyə? Ver qabağa dodağı. Çox büzbə. Öyrənmişəm onu. Çox büzbə. Belə qat-qat əmələ gəlir. Çiyələk dadı verir bu. Deyən bir dənə Allergiyam var. temburum. Çox bağlama gözümü. Ay gözüm. Bağlama. Ay. Bağlama. Gəl indi iki bacı söhbət edəyik. Necəsən az? Belə bax. Kişi yenə döyür səni. Sənin kimisini döymək, öldürmək lazımdır. Az. Uşağı süddən kəsdi.
İstiyor burada, istiyor. Bu da baş rəngi daha qız. Sabah gedərim məndən qəşəng, parıxma axırım, sənin saçımı bir rəng eləyər, eşitdin? Bəlkə bir də səninlə selfie çəkdirək. Çoxdandır görüşmürəm sən. Hardadır bunu gör? Bu, İzzət Vəcbə, bir ayda bu sifətlə gəzirəm, düzdür. Amma elə. Ağlama. Gel bir tane de video eləyək. Instagram dostlarım. Əziz dostlar, bu mənim evdə qalmış bacımdır. Müştəri varsa mənə zəng eləsin. Çox gözəl əl qabiliyyəti var. Gözəl fokuslar var. Əl elə ora. Əl elə ora. Ay sağ bax belə. Çuşqa olma da. Biraz müasir ol. Biraz zamanla ayaqlaşmaq lazımdır. Necəsən? Hə? İndi bu viddə gəlsən, görüm indi sənə deyəcəklər qadın, yoxsa mənə? Səni deyirlər, məni deyirlər, səni deyirlər, səni deyirlər, səni deyirlər, səni deyirlər, səni sevərlər, səni deyirlər. Yaşağa, hamı və sətən yox hala. Fəqətsiz halımıza. Kadir günlərdir İsmaillər sağına. Amas bulağlar sağına. Yaşasın. Dağlar imrələr. Yanıma ki. Nəsi? Mən normalde kişiyəm. Mən də kişiyəm be! Boynuma alıram, səhv eləmişəm, qələt eləmişəm. Hər bir insan həyatında olur. Mən də səhv eləmişəm də, bilməmişəm. Gəlin gedək sizi yoxlatdıraq. Əgər şans varsa sizi təzdən klinikanın şotuna operasiya edib kişi eləyim. Ama bu boyda səhv olar. Ondan geçəsi olur. Gözüme girsin. Şans var. Nə bilirsə? Rəşad Şolan dedi ki şans var. Bunu hansı axmaq eləyib səni bu günə salıb. Varsa lap yaxşı. Ha? Gedək operasiya edib. Amma bir dənə xahişim var. O telefona çəkdiyiniz video ilə şəkilləri pozursunuz. Mənə kişi kimi söz verin ki, pozacaqsınız. Sən maymaq nəsə. Mən bu viddə sənə kişi kimi necə söz verməm. Düzdür, düzdür. Ana görə cinsimi deyək Gedək, sonra. gedək, gedək. Diqqət, diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Noyabr ayının 12-sində sizi Sumqayıt şəhərində yerləşən Kimyaçı Mədəniyyət Sarayında bu şəhərlərin 25 illik yubileyinə həsr olunmuş Evdar adlı solo konsertinə dəvət edirik. gəlin yubileyi sizlə birlikdə qeyd eləyək.